Təsdiq olunmuş qrafika uyğun olaraq Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin Xoylu kənd sakinləri ilə növbəti səhər qəbulu keçirildi. Qəbulda rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək son illərdə respublikamızın hər yerində olduğu kimi rayonumuzda da dövlət başçısının diqqət və qayğısı əsasında rayonun sosial-iqtisadi inkişafı, əhalinin narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verildi. Rayon rəhbəri səhər qəbullarda edilən bütün müraciətlərin təhlilinin aparıldığını və həlli istiqamətində mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq müvafiq əməli tədbirlərin həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırdı. İcra başçısı ötən qəbullarda səsləndirilən müraciətlərin həlli ilə bağlı görülən işlər barədə kənd sakinlərinə hesabat xarakterli məlumat verdi. Salam, hamınızı xoş gördük, hörmətli Xoylu kənd sakinləri. Biz qrafik üzrə sizinlə görüşə gəlmişik. Bu görüşlərin keçirilməsi həm qeyd etdiyimiz kimi ölkəmizdə möhtərəm cavab prezident tərəfindən qarşıya qoyulan bir tapşırıqdır və əsrlərlə yerlərdə insanların narahat edən məsələləri onlarla birgə müzakirə edilir. Daha sonra kənd sakinləri müraciətlərini bildirdilər. Axundov Xıdır Həbiboğlu, əkin üçün torpaq sahəsinin ayrılması, Babayev Sahir İbrahimoğlu, suvarma kanalının təmizlənməsi, Xıdırov Fuad İlyasoğlu və Abbasova Güldanə Əli qızı kəndarası yollarının hamarlanması, Bayramov Sərvan Məhəmmədoğlu 1958-ci ildə inşa edilmiş 270 şagird yerli Xoylu kənd orta məktəbi üçün yeni tədris binasının tikilməsi və 39 sakinin istifadəsində olan 58 hektar torpaq sahəsinin suvarılması üçün 2 ədəd subartisan quyusunun qazılması, Qəmbərli Şaiq Akifoğlu 16 ədəd subartisan quyusu üçün ayrıca elektrik hasarlarının quraşdırılması və Mirzəyev Rizman Budaqoğlu 18 sakin istifadəsində olan 28 hektar torpaq sahəsinin suvarılması üçün 1 ədəd subartisan quyusunun qazılması ilə bağlı müraciət etdilər. Yollarımız anlaşılmaları problemdir. Kəpən kəndə keçmək mümkün deyil. Bir də bu gedən bir su asfalda gedib çarptırmadı. Axılara bir əl gəldirirsən. Asfaltımız var, kəndə girən. Amma onun ətraf yollarını biraz artırmaq lazım. Xahiş edirəm, yolu yaxın. Baxarsınız, görün mən nə tür şəraitdə yaşayıram. Həmən Əsəd Buğdayevin evində mən yaşayıram. Nə ki verim, nə də boş tərəfim uçur. Mən bir də həyat yoldaşıma, yəni işləmir, özüm də işləmirəm. İş istəyirəm. Rayon rəhbəri qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verdi. Digər məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanacağı bildirildi.